Turanların Mesopotamiyada hökmranlığı 2 əsrə qədər davam etdi. Yəni Mesopotamiya, 2 çağrısı indiki İraq, Suriye və s. 2 əsrə qədər Turanlar orada hökmran oldular. Onların sivilizasiyası bu ölkədə silinməz iz qoydu və eyni zamanda həmin dövrün onunla həmfikir olan digər məşhur fransız şərqşünası Jules Oppert ona istinad edir bu əsərində François Lenormand ki, həmin Jules Oppert öz əsərində bu deyək ki, faktın, yəni Turanların orada hakim olduğu və Turanların Türk olduqlarını, Turan xəttini yeritdiklərini bilməyənlər şəkildə Oppert'e sübut edir. Və Oppert'lə François Lenormand'ın fikirləri üst-üstə düşdüyünü göstərir. İki böyük fransız şərqşünasının eyni mövqedən çıxış edir. Və Jules Oppert'lə bağlı qısa bir fikirlə deyim ki, Jules Oppert 19-cu əsr Alman-Fransız şərqşünası idi. Almanlarla bağlı idi nəsli kökündən. Mesopotamiya və Midiyada, yəni Madayda geniş tədqiqatlar aparmış. 1855-ci ildə Qədim Yazı adlı bir əsərini çap etdirmişdi. 1855-ci ildə, yəni François Lenormand'dan bir qədər əvvəl. Onun burada təqdim etdiyi nəzəriyyəyə görə Asurların ilk vaxtlarda danışdığı dil Ari və yaxud Semit mənşəli deyil, indiki Türk və ya Moğol dillərinə uyğun olan Turan dili olubdur. Və məhz bu dilin daşıyıcıları mixi yazıları kəşf edildi. Bax, bu iki böyük alimin fikrinə biz istinad elədik. Üçüncü Azərbaycanın məşhur ideologu, siyasi xadimi, dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin fikrinə istinad elədik. Onunla ipucu aldıq, getdik və ona görə də fikrimizi yekunlaşdırırıq bu şəkildə ki, bundan bağlı ki, bu dövrdə, ondan da bir neçə min il əvvəlki dövrdə bu ərazi, yəni Azərbaycan ərazisi, Midiya dedikləri qərbin ərazi Azərbaycanın tarixi torpaqları, Cənub Azərbaycan torpaqları. Yəni bu Xəzər dənizinin cənub-qərb hissəsindən başlayaraq Zagros dağlarına qədər, Urmiya dağlarına qədər əraziləri əhatə edirdi və İrandan əvvəl 1-ci minillikdə, yeni İranın 1-ci minilliyində o dövrün Roma, Yunan müəllifləri tərəfindən işlədilir Midiya, kiçik Midiya, böyük Midiya. Mənim müşahidələrim onu göstərir ki, kiçik Midiya ifadəsi yanlış bir ifadədir. Midiya olubdur. Və bu Midiyada Azərbaycanla eyniyyət təşkil edir. Türklərin, Turanların hakim olduğu Azərbaycan torpağı idi bu. Və bu ərazini əhatə edir. Böyük Midiya ifadəsi hadisə düzgün ola bilər, çünki Midiya sülaləsinin, Maday sülaləsinin güclü vaxtında bu imperiyaya çevrilmişdi bu dövlət, Azərbaycan dövləti və onun əraziləri indiki İranın bütün ərazisi, cənubuna qədər, Mesopotamiyanı, yəni İraqı, Suriyanı, qərbə doğru geniş əraziləri əhatə edirdi. O mənada böyük Midiya ifadəsi işlətmək olardı. Amma Midiya və böyük Midiya ifadəsi olmalıdır. Kiçik Midiya ifadəsi ilə aləmi çaşdırırlar, qarışdırırlar ki, haradadır bu kiçik Midiya, böyük Midiya nə deməkdir? Midiya əsas bu ifadə götürülməlidir. Və bu Midiyada Azərbaycanın cənub torpaqları, Cənub Azərbaycanın üst-üstə düşən bir ifadədir və bu hər ikisi tərəfindən qəbul olunmalıdır. Yəni Türklərin, Turanlıların hökmran olduğu Azərbaycan torpaqları. Sağ olun.